Davamlı olaraq bizi incidən insandan uzaqlaşmaq əvəzinə niyə təkrar-təkrar ona geri qayıdırıq? Səbəb təkcə ağrı deyil. Beynimiz üçün ən böyük təhlükələrdən biri tək qalmaqdır. Sosial təcrid, insanlardan qopmaq, insanlar tərəfindən qəbul edilməmək, rədd edilmək və sair. Biz böyüdüyümüz zaman, yetkinləşdiyimiz zaman görürük ki, bizə zərər verən insanlar bizə daha yaxındırlar. Çünki bizə naməlum olan ağrılar idarə olunmaz gəlir və bunun əvəzinə tanış ağrı daha idarə olunandır və daha komfortludur. Əgər sizdə də bu belədirsə, öz daxilinizdəki uşağa sual verin. O hazırda nə axtarır? O hansı sığınacağı istəyir? Amma unutmayın, biz artıq böyümüşük və seçim etmək ixtiyarına sahibik. Və etdiyimiz seçimlər bizə çətin mərhələlər gətirsə də, əmin olun ki, rahatlıq və ağrı olmayan bir həyat bizim üçün ən yaxşısıdır.